Dif avtomat və Uzo haqqında danışmaq istəyirəm. Bunların hansını, harada və necə istifadə etmək lazımdır? Bunların fərqləri hansıdır? Hansı müsbət və mənfi cəhətləri var? Hər ikisi müasir elektrik şəbəkələrində istifadə olunan lazımlı elementlərdir. Uzo insanı cərəyan vurmaqdan qoruyur. Dif avtomat isə Uzo və avtomatın birləşməsidir. Yəni onun içində həm Uzo var, həm avtomat var. Bunların fərqi budur. Görünüşə hər ikisi bir-birinə çox oxşayır, amma bunları necə fərqləndirmək olar? Məsələn, dif avtomatın üzərində avtomatın kateqoriyası yazılır. Mən bu şəkildə D6 göstərir. Yəni D kateqoriyalı avtomat olur. Bu da B də ola bilər, C də ola bilər və s. Amma Uzoda yalnız şəkildə gördüyünüz kimi 63 amper, yəni yalnız onun amperajı təsvir olunur. Uzo qeyd etdiyimiz kimi insanın cərəyan vurmağından qoruyan bir elementdir və bu mütləq və mütləq avtomatla bir yerdə qoşulmalıdır. Deməli, hər avtomata bir uza qoşmaq olar. Bundan əlavə, avtomatlar qrupuna bir uza qoşmaq olar. Məsələn, evin rozetkaları 3 avtomata qoşulub deyək ki. Bu 3 avtomat hərəsi 10 amper olmaqla 30 amper edir. Bunlara uza qoşduqda biz uzonu 1-2 nominal çox götürməliyik. Məsələn, 3 dənə 10-luq avtomat eləyir 30 və biz ona 32-lik uza qoşa bilərik. Çox vaxt ümumi işdə bir ədəd uzo qoyulur. Düzdür, bu uzo amperajı əsas avtomatın, yəni giriş avtomatının amperajı ilə eyni olur. Ondan biraz çox da ola bilir. Düzdür, bu formada işləyir, amma bu düzgün deyil əslində. Çünki hər bir avtomata və ya hər bir qrup avtomata bir uzo qoymaq lazımdır. Dif avtomat isə bildiyimiz kimi eyni nominalda olan uzo və avtomatın birləşməsidir. Bunu çox yaxşı olar ki, hər bir qrupa, hər bir xəttə bir dif avtomat qoyulsun. Deyək, işıqlandırmaya ayrı, rozetkalara ayrı və s. Amma bu kifayət qədər bahalı olacaq. Ona görə çox yaxşı olar ki, dif avtomatları qruplara daxil ola bilməyən texnikalara qoyulsun. Məsələn, boilerə qoyula bilər, kondisionerə, batarya maşına və s. Dif avtomatın Uzo kimi eyni nominalda olan avtomatlar qrupuna qoymaq məsləhət deyil. Həm Uzo, həm dif avtomat insanı o zaman qoruyur ki, deyək ki, biz toxunuruq fazaya, o zaman dif avtomat və ya Uzo atır, cərəyanı kəsir. Amma əgər insan bilmədən eyni anda həm fazaya, həm nolya toxunsa, bu zaman onlar qoruya bilməyəcəklər.